Hürr Amili rahmetullahi aleyh Vesail-i Şiə cild 11 hədis 14385 nömrəli hədisdir, səhih sənəd hədisdir. Muaviyə ibn Əmmar nəql eləyir İmam Cəfər Sadiq əleyhissalamdan. İmam Cəfər Sadiq əleyhissalam atası Zeynəl-Abidin əleyhissalamdan, Zeynəl-Abidin İmam Baqirdən, İmam Baqir Zeynəl-Abidin əleyhissalamdan, Zeynəl-Abidin İmam Hüseyn əleyhissalamdan, İmam Hüseyn əleyhissalam da ya özü ya da Həzrət Əli əleyhissalamın gördüyü bir səhnəni nəql eləyir. Buyurur ki, bir bədəvi ərəb gəlir, buyurur ki, mən həccə gedəcəkdim və qarşıma bir maniyə çıxdı, həccə gedə bilmədim və mən bəzi hədislərdə gəlir məyyil, bəzi hədislərdə gəlir müməyyil, yəni sərvətli, varlı, dövlətli bir adamım. Mənə bir iş denən ki, mən o işi görüm, həccə getməyin savabını əldə edeyim. Və keçən dəfə də qeyd elədim ki, iki böyük alimimiz Əllamə Məclisi, deməli, Mir'atul Uqulda Əllamə Hilli Təzkirətil Fuqaha kitabında bu hədisi həsən, etibarlı, güclü hədislərdən sayıblar. Deməli, bir ərəb Peyğəmbərimizə yaxınlaşır, həccə gedə bilmir, imkanlı varlı adam olub və Peyğəmbərimizə deyir ki, mənə bir göstəriş ver ki, mən onu eləyim, həccin savabını qazanım. Peyğəmbərimiz buyurur ki, deməli, Əbu Qubeys dağına bax, onu qədər sənin qızılın ola və onu Allah yolunda xərcləyəsən, həcc ziyarətinin savabını əldə eləmək mümkün deyil. Bax, diqqət eləyin. Keçən dəfə də qeyd elədim. Elə bir tərəzi düzəltmək lazımdır. Tərəzi. Tərəzinin bir gözünə qoyuruq. İndi həcc ziyarəti neçə min manatdır? 10 min. 10 min manat qoyuruq bir gözünə. Və Əbu Qubeys dağında satırıq qızıl. Neçə milyon deyək? 1 milyon. 1 milyon da Əbu Qubeys dağı eləyir. Qoyuruq tərəzinin digər gözünə. 1 milyon puldan əldə olunan savabın miqdarı 10 min manatdan əldə olunan savabın miqdarında deyil. Bax, qəribə gələcək hamiyə. Bir dağ qızıl pulu xərcləyirsən Allah yolunda, neçə milyon eləyir Allah bilsin. Həmən o miqdar puldan əldə olunan savab 10 min manata dəymir. Niyə? Çünki o həcc yolunda xərclənib. Busa ümumi yollarda xərclənib. Fəqirə kömək, xəstəyə kömək, kimsəsizə kömək, yolda qalana kömək və s. ilə axır 1 milyon pul xərcdə oradan savab gələcək. 10 min pul xərcdə oradan da savab gələcək. O 1 milyonun savabı 10 minin savabına dəymir. Peyğəmbər deyir ki, onun savabı bunun savabı miqdarında deyil. İndi Peyğəmbər açıqlama gətirir. Necə yəni? Necə yəni? Deməli, innəl hac izə əxədə fi cihazihi ləm yərfə' şeyən və ləm yəda'hu illə kətəbəlləhu. Deməli, kətəbəllahu ləhu əşrə həsənat. Deməli, həccə gedən insan həcc ziyarəti üçün nə götürüb, nə qoyursa, məsələn, çantasını götürdü və çantasını qoydu yerə. Və yaxud paltarı götürdü, paltarı qoydu yerə. Həcc ziyarəti məqsədi ilə nəyi hərəkətə gətirirsə, onun özündən də həcc ziyarətinə gedənin savabı vardır. Bu bir. İkinci, deməli 10 savab verilir və 10 günah silinir. Və rufi'a lehu əşr dərəcat. Allah yanında heç bir məqamı olmayan bu insana Allah Taala 10 məqam verir. 10 məqam verir. Nə məqamdır onu Allah bilir. Deməli, İzə rəkibə bə'irahu ləm yərfə xuffən və ləm yəda'hu illə kətəbəlləhu
mislu zalik. Deməli, qədimdə dəvə ilə gedirdilər. Misal dəvədəndir. Dəvə xuf dəvənin əyağına deyilir. Dəvə əyağın həccə gedənə qədər neçə dəfə dəvə əyağın yerə vurur həccə çatmaq üçün? Minlərlə, yüz minlərlə, milyonlarla deyək dəvə addımı. Peyğəmbər buyurur ki, o heyvanın addımı sayında o insana nədir? Savab yazılır. İndi maşındır, təyyarədir, onların özünün də hesabı həmən bu dəvə hesabı ilə hesablanacaq. Ki, samolyot tez çatdı, maşın gec çatdı. Yox, hələ dəvə hesabı ilə gedəcək. Elə bir bu evindən çıxmısan dəvə ilə, gedib çatmısan Allahın evinə. O nə qədər addım atıbsa, o qədər də nədir? Savab, hacı qazanacaq. فَاِنْ تَافَ بِالْبَيْتِ خَرَجَ مِنْ ذُنُوبِهِ. Deməli, Allah evinə təvafa ki başladı, Peyğəmbər buyurur, elə bir günah paltarını o adam neynir? Soyunur. Bütün günahlarından çıxır. Yəni, nə qədər onun boynunda günah varsa çıxır, təbii ki, Həqqun-Nasdan səvayı. İndi ola bilsin, qiyamət günü Allah Teala Həqqun-Nası da öz haqqı ilə neynəsin? Hacı üçün əvəz eləsin. Misal, məsələn, həccə gedib və yaxud gedməzdən öncə boynunda bir haqq var. Məsələn, valideyn haqqı var. Valideyninə qarşı Allahın dediyi kimi olmayıb. Qiyamət günü valideyn evladından şikayət eləyəcək Allaha ki, ya Rəbb, mən xəstə idim, mənim oğlum və yaxud qızım mənə baş çəkmədi. Silətir rəhim eləmədi. Mən haqqımı istəyirəm. Və sabit olacaq ki, bəli, həqiqətən də oğul atasına, anasına nədir? Əhəmiyyət verməyib. Qonşusuna və yaxud dostuna göstərdiyi qayğını, hörməti ata-anasına bu adam eləməyib. Həccə getdiyinə görə ola bilsin deyirəm, ha, bu mənim ehtimalımdır. Ola bilsin, Allah Teala bu haqqı, valideynin ki, bu haqqı ki vardı, o uşağın, hacının boynunda onu neynə əvəz eləyəcək? Ya bir mükafatla, məsələn, o atanın, ananın günahları var. Allah Teala o günahları həcc ziyarətinə görə neynəyəcək? Keçəcək. Nəyin müqabilində? Evladından razılıq bildirsin. Və nə buna bənzər məsələlər, yəni həcc ziyarəti belə bir məsələdir ki, onu vəsf eləmək, onun əzəmətindən, şənindən, şöhrətindən nə qədər danışsan yenə bitməz. İndi bəhs əsnasında İmam Cəfər Sadiq əleyhissalamdan səhih-i sənəd bir hədis oxuyacam. Məzmunu belədir ki, həcc varsa İslam var, həcc yoxdursa İslam yoxdur. Yəni həcc ziyarəti İslamın rükunlarından biridir, İslamın dirəklərindən biridir. Amma Əhl-i Beyt imamları həccə o qədər önəm veriblər ki, səhih-i sənəd hədisdə imam deyir ki, həcc varsa İslam var. Həcc yoxdursa, yığışdırıldısa, bilin ki, İslamın artıq sonu yetib, İslam yoxdur. O dərəcədə həcc ziyarəti Əhl-i Beytin nəzərində önəmli, əzəmətli bir ziyarətdir. İndi ona yetişəndə toxunacaq. İndi təvaf eləyəndə günahlarından azad olur. Bu diqqət eləyin, yenə deyirəm, bəziləri indi başlayacaq ki, indi burada baş kəs, ona pul at, buna məsələn oğruq elə, günah danış, söyüş elə, filan elə, ged həccə və sıfırlansın hər şey. Yox, belə deyil. Həmən bu şeylər kimi içindir? O adam ki, tövbə eləyir, peşmandır. Tövbə eləməyənə bu şeylərin heç birinin xeyri yoxdur. Məhşur kəlam var. İmamın səhabəsi imama deyir ki,
qürrələnir, hacıların sayına baxır, deyir ki, ma əksərəl həcic, maşallah, nə qədər hacı var, gör hacıların sayı nə qədər çoxdur. İmam qayıdır, deyir ki, ma əksərəl zacic, əqəl əl-həcic, hayküy çoxdur, hacı əqəl daha azdır. Yəni o günahı bağışlanan, bax burada vəd verilən, dəvəsinin addımı ilə da savab qazanan hacı nədir? Azdır. Amma hacı burada nə günah eləyir eləsin? İlk fitrətinə qovuşmaq üçün həccə getsə, ilk fitrəti əl-fitral-ula deyilir şəriətdə. İlk, birinci fitrət, ləkələnməmiş, tozlanmamış, çirklənməmiş fitrətinə qovuşmağa gedirsə, onun bütün günahları nə olacaq? Bağışlanacaq. Yəni, gedəcək orada Allahla beyətin neynəyəcək? Təzələyəcək ki, ya Allah, buracan mən səhv olmuşam. Qeybət eləmişəm, günah eləmişəm, rüşvət almışam, haram yemişəm, haram satmışam, eləmişəm, hamısını səhv eləmişəm və iştibah eləmişəm, xəta eləmişəm, günah eləmişəm, səhv məndədir. Səhvin dairəsi mənəm. Mənə rəhm elə, mənə bağışla. Mən burada istəyirəm sənlə öz aramda misaq aləmində sənə verdiyim vədəni təzəliyirəm. Əlimi qoyuram Həcər-ül Əsvədə və elə bir zərr aləmində vəd verdiklərimi buradan çıxandan ta son nəfəsimə qədər neynəyəcəm, əməl eləyəcəm. 100% adam bilsin ki, bütün günahları bağışlanır. Hətta haqqın nası da Allah Taala onun üçün əvəz eləyəcək inşallah. Dəvəsinin addım savabında qazanacaq. Nəyi götürüb, nəyi qoyubsa, diqqət elə insanın özündən getmir, söhbət. Kənar şeylər, məsələn, çantası, pasportu, qələmi, ruçkası, pulu, nə götürüb qoyursa, hər şeyinin savabı var bu adamın. Mininin savabı var, əşyalarının savabı var, özü Kəbə evinin ətrafına tavaf eləyən kimi bütün günahları bağışlanılır və Allah Taala ona olmadığı 10 dərəcəyə qaldırır. Səfa Mərva dağı arasında səy göstərdikdə yenə Peyğəmbər buyurur, xərəcə min zunubihi. Deməli, əgər təvafda günahları o qədər çoxdur ki, yetmədirsə bu adamın təmizlənməsinə, paçlanmasına, təzkiyəsinə, Səfa Mərvada onu Allah Taala orada paçlayacaq, bütün günahlarından çıxacaq. Əgər ora yetməsə, فَإِذَا وَقَفَ بِعَرَفَاتِ خَرَجَ مِنْ ذُنُوبِهِ. Ərəfat çölündə ki, hacı orada ibadətlə, Allaha zikirlə, tövbə ilə, keçmişin, gələcəyinin xeyrə calanmasını istəməsi ilə orada paçlanacaq. Əgər təvaf kifayət eləmədisə bu adamın paçlanmasına, Səfa Mərvada səy eləmək kifayət eləmədisə bu adamın paçlanmasına, Ərəfatda bu adam paçlanacaq. İndi insan var, günahı daha çoxdur, orada yetmədi. Orada elə bir ləkədir ki, bir yumaq aparmadı, 2 yumaq aparmadı, 3 yumaqlıq aparmadı, gəlirik 4-cüyə. فَإِذَا وَقَعَ فَابِلْ مَشْعَ Məş'əlir haram, orada dayansa nədir? Yenə də günahlarından çıxacaq. Orada kifayət eləmədi, çox çirkin bir ləkədir. فَإِذَا رَمَ الْجِمَارِ خَرَجَ مِنْ زُنُوبِهِ. Deməli, şeytanlara o əlamət ki qoyulub, daş atma mərasimi Rəmyül Cimar deyilir. Rəmyül Cimar onu neynəyəcək? Paçlayacaq. İnsandır, günahı daha çoxdur. Bu da yetmir. Peyğəmbər buyurur, saydı. فَإِذَا وَقَفَهَا الْحَاجِ خَرَجَ مِنْ ذُنُوبِهِ. Deməli, qurban kəsmək. Və diqqət eləyin, həcc, Peyğəmbər deyir, həcdə əldə elədiyin savabı, o paçlığı heç yanda əldə eləyə bilməzsən, yenə qeyd eləyirəm, şərti ilə. Ora
birinci misaqa qovuşmaq üçün gedən üçündür bu. Həmən o insanın nə qədər günahı olursa olsun, həccin hər bir əməli insanın o günah çirkabını neynir? Biri yetmədi o birisi. O birisi yetmədi üçüncü. Üçüncü yetmədi dördüncü. Dördüncü yetmədi beşinci. Həccin bütün o mərhələ əməlləri var. O sona qədər mümkün deyil ki, səni neynəməsin? Pakılamasın. Amma sən özüvi o yağışın altına neynəməlisən? Verməlisən. Sən o yağışın altında dayanmalısan ki, o sənin üstüvə neynəsin? Yağsın. Sənin üstün rütubətdir. Günün altında dayanmasan, o sən üstündə olan rütubət quruyacaqmı? Xeyr. Əksinə, fəsad törədəcək və üstüvi, paltarıvı korlayacaq, çürüdəcək və sənin üstündən pis qoxu gələcək, canıva ziyan eləyəcəksən, malıva ziyan, çıx günün altına. Çoxları Allahın rəhmət günəşi altına çıxmır. Çoxları Allahın rəhmət yağışı altına çıxmır. Məqsəd nədir? Əgər bir kəlmə belə içində, bax, burada bir dənə qaynama getsə ki, mənə məsələn, Məmməd ağa deyirdilər, qaydanda qoy mənə desinlər həci. Bir dənə bunu qoy desinlər həci, Kərbəlayı, Məşədi, bilginən ki, nədir? Sən özünü nə rəhmət günəşi altına tutmusan, nə də rəhmət yağışı. Peyğəmbər buyurur ki, həccin bütün o məvaqifində dayandın, xərəcə min zunubihi. Sonra Peyğəmbər ərəbə belə bir söz deyir. Ənnə ləkə ən təbluğə ma yəbluğu əl-hac. Hacının yetişəcəyi o məqamlara, əldə eləyəcəyi savablara, əldə eləyəcəyi o Allahın mərhəmətinə sən harda yetişə bilərsən? Neynirsən elə? وَلَا تَكْتُبُ عَلَيْهِ الذُّنُوبِ أَرْبَعَةَ أَشْهُرٍ. Deməli, hacdan qayıdır, 4 ay bu adama günah yazılmır. Hansı hacı? İlk misaqına qovuşmaq istəyən, Allahla öz arasında, zər aləmində verdiyi vədələri tutmaq ciddi niyyəti olan hacılara aiddir bu. Amma gedim, gəlim, mənə belə desinlər, gedim, gəlim, getməzdən əvvəl biraz belə deyək də mülayim adam idi. Gələndən sonra biraz aqresivləşir ki, mən sayılmalıyam. Məsələn, yazıq yol polisi saxlayır, vətəndaş sənədləri, mən hacıyam. Nə olsun hacısan? Nə olsun hacısan ki? Bunun hələ bir dənə yol polisinə bu sözü deməsi 20 manata görə və yaxud hər hansı bir cəriməyə görə bu adamın elədiyi o xeyir əməl neynədir? Getdi. Mən hacıyam. Ol hacı. Mən əllaməyəm. Mən ayətullaham. Ayətullah, sən maşınımı niyə düz idarə eləmirsən ki, özünü müşkülə də salırsan? Bu sözü demək savabının əldən getməsinə səbəb olacaq. Salavat